Salamlar, vaxtınız xeyir olsun. Mən Adgüzəl Lakşin, insan psixologiyası metodisti. Bugünkü mövzumuz ondan ibarət olacaq ki, bəzi doğru bilinən yanlışlar. Hansı ki, bəzi insanlar ailə quran zaman qarşı tərəfin istər maddi, istər mənəvi gözləntiləri olsa da, bəzən çox sevməkdənsə öz mənfəətlərini güdürlər. Yox əşi, ürəyi gözəldir, yaxud bu insanın zamanla sevərəm deyir. Xeyr, zamanla sevmək deyə bir şey yoxdur. Səhv düşünürsən. Və ya belə bir metodologiya yoxdur ki, hər hansı zaman yaxud bir xasiyyəti sənə sevdirəcək. Uzaqbaşı 100%. Məsələn, çox cüzi bir ehtimal var ki, hətta 1% deyək, hər hansı bir xasiyyətini sevərsən, o da çox. Yəni sadə, ötəri olmaz. Və həm də insan daima olaraq hər zaman daxildən içdən birinə əgər sevgi olmayıbsa, zamanla onun yaranma ehtimalı demək olar ki, yoxa bərabərdir. Və ürəyini sevmişəm və ya ürəyi gözəldir, amma siması heç gözəl deyil, simasından açığı qane etmir kimi fikirlər əgər beyində varsa, zaman keçdikcə qarşıya çıxan hər hansı bir başqa bir şəxslə içdən olaraq sevgi yaranacaqsa və sənin evinin içərisində olan şəxsə olan ürəyini sevmişəm sözü onun belə deyim sizə hörmətsizlik mənasında çıxır və hətta xəyanət adlanır. Çünki sən artıq başqa birinə aşiqsən və onunla yeni bir münasibət var. Və ona görə insan hər zaman mütləq şəkildə ya sevgi həyatında yaşayıbsa, o şəxslə daimi olaraq ailə qurmalı. Ya da bu şey olmayıbsa, kimsə ilə ailə qurub sonradan yaşayacağı xəyanət bir ömür onun unudulmayacağı və onun həm belə deyək, həyat tərzinə, həm psixologiyasına təsir edən ən böyük zərbə olacaq. Yəni bu ifadə çox səhv ifadədir. Siması heç də qəşəng deyil, amma ürəyi çox gözəldir. Və sən əgər bunu dilinə gətirirsənsə, sən əgər bunu boynuna alırsansa, demək ki, sən heç onun ürəyini də sevməmsən. Heç vaxt bir insanın, heç bir qadın olsun, yaxud bir kişi olsun, fərq etməz. Simasına, baxımına, az da olsa, cüzi də olsa, gözəlliyinə, bir imic deyə, yaxud ümumən, bəyənəndən sonra digər meyarlara baxılır. Düzdür, bəzi insanlar bunu qəbullanmırlar, amma səhv düşünürlər, elə deyil. İnsanın ən azı bir simasından sonra digər şeylərə baxılır. Bu qədər. Suallarınız olduğu təqdirdə şərh bölməsi yaza bilərsiniz, yaxud hər hansı bir fikriniz olduğu təqdirdə bölüşə bilərsiniz və qeyd edə bilərsiniz.